Xeyir olsun. Mən yavaş-yavaş artıq başlayım. Yəqin ki, sonradan YouTube kanalı üzrə izləyəcəklər deyə iştirakçılarda biraz arxayınlıq yaranıb. Amma canlı qoşulanların bir şeyi üstündür ki, suallarınızı çox rahat şəkildə verə biləcəksiniz. Bugünkü vebinarımız ümumiyyətlə aslı və bağımlı münasibətlərdən çıxışdır. Ümumiyyətlə bu mövzu çox ağır bir mövzudur. Texnikanı da paylaşacağam. Cəmi 24 saat ərzində qoyacağam. 24 saat ərzində kim eləsə həqiqətən faydasını götürəcək. Daha çoxunu isə bölüşməyəcəm. Təəssüf olsun ki, canlı iştirak edənlər üçün bu daha rahat olacaq ki, görüb sonradan YouTube-da baxanlar, bilmirəm 2-3 gün sonra baxsa da artıq bu texnikanı eləmək şansı olmayacaq. Təəssüf olsun ki. Ümumiyyətlə mənə birinci maraqlıdır ki, sizin suallarınız nədir? Aranızdan sualları olan şəxslər varsa, zəhmət olmasa chat hissəsində verər, o istiqamətdə gedərik. Amma mən konkret olaraq bir plan hazırlamışam və o plan üzərindən sizlərlə getmək istəyirəm. Qeyd edeyim ki, aslı və bağımlı münasibətlərdən çıxış dərin psixoloji, terapevtik işlə olur. Buna biz bağımlı münasibətlər, aslı münasibətlər deyirik ki, insan bunun üzərində işləməsi üçün ən azı illər lazımdır. Aylarla müəyyən etaba gələ bilərsiniz, amma ən yaxşı dərindən iş illərlə lazımdır. Yəni bu sadəcə ödənişsiz maarifləndirici olsa da, düşünürəm ki, özünüzü qısa vadəli analiz edə bilərsiniz və texnika ilə təqribən 50% başa düşəcəksiniz, əgər fərqindəliyiniz varsa. Fərqindəliyiniz zəifdirsə, biraz daha öz üzərinizdə işləməli olacaqsınız. Ümumiyyətlə, çox insan hal-hazırda aslı və bağımlı münasibətdən əziyyət çəkir. İndi mən sizə konkret strategiyalar və həll yolları göstərəcəm burada. Onun vasitəsilə sizə aydın olacaq nə demək istəyirəm. Aranızda məni tanıyanlar var, tanımayanlar üçün deyim ki, mən psixoloq Könül Babaşzadə. Artıq 7 ilə yaxındır ki, psixologiya sahəsində çalışıram, praktik psixoloqam, özüm dövlət işçisiyəm, eyni zamanda onlayn üzərindən bir sıra təlimlər, vebinarlar və fərdi seanslar keçirirəm. Çoxunuz məni tanıyır, bəziləriniz isə yeni tanış olduq. Məmnun oldum sizinlə tanışlığımıza. Düşünürəm ki, indən belə digər ödənişsiz vebinarlarda, təlimlərdə sizlərlə görüşəcəyik. Sözü çox uzatmadan keçirəm. Mənə ümumiyyətlə maraqlıdır ki, görüm, ümumiyyətlə Azərbaycanda tək deməzdim. Ümumiyyətlə bütün dünyada belə götürsə statistik olaraq əksər münasibətlərin demək olar ki, əksəriyyəti toksik xarakterlidir və toksik münasibət qurduğuna görə də ona elə gəlir ki, sağlam bir münasibətdir. Biraz sizin anlayacağınız dillə getmək istəyirəm. Baxaq görək. Mən belə bir başlıqla başlamaq istəyirəm. Nəyi istəyib də hələ də ala bilməmisəm. Qarşınızdakı bir insanı düşünün. Düşünün ki, qarşınızdakı həmən o insandır, həmən o şəxsdir. Bu adlandırdığınız o şəxs. Məsələn, bir ad qoyun, tutalım ki, X adı qoyduq. Bu X şəxs gözünüzün önündə canlandırın. Yəni söhbət burada partnyordan gedir. Mən valideynləri sonrakı hissədə sizə dəstək olaram valideyn asılılığından çıxmaq üçün. Hal-hazırda partnyorunuzla olan aslı münasibətdən çıxmaq üçün strategiyanı deyirəm. Təsəvvür edin ki, qarşınızda həmən o insandır. Həmən o insandan nə isə istəyirsiniz, amma ala bilməmisiniz. Bu nə ola bilər? Buna biz aid edə bilərik sevgi. Buna biz aid edə bilərik pul, dəyər, güvən, ehtiras, gəzmək, əyləncə, sonra anlayış, empatiya. Qarşı tərəfdən, hətta bir vərəq götürüb qarşınızda belə bir şey deyə bilərsiniz, praktik cəhətdə. Qarşı tərəfdən nəyi istəyirsinizsə hələ də ala bilmirsiniz. Yəni kimsə istəsə chat hissədə bildirə bilər. Nəyi istəyirəm və nəyi mən qarşı tərəfdən ümumiyyətlə ala bilmirəm. Gəlin baxaq görək. Çoxunuzda cavablar nədir? Əksər insan deyəcək ki, mən partnyorumdan sevgi istəyirəm. Biriniz deyəcəksiniz pul istəyirəm. Biriniz deyəcəksiniz ki, gəzmək istəyirəm. Biriniz deyəcəksiniz ki, əyləncəsi. Yəni hərə bir söz deyəcək, bu çox normaldır. Tamam. İndi baxaq görək ki, baxın, asılığa insan hansı halda düşür? Asılığa insan o halda düşür ki, insan özünü tam olaraq başa düşmür. Baxın, burada punktlar qoymuşam. Bu punktlar təbii ki, mənə kömək olur ki, sizlə webinar aparım. Eyni zamanda sizə də biraz fərqindəlik olur. Dəftərdə özünüz üçün qeyd edə bilərsiniz. Mən özümü tam anlamayanda başa düşə bilmirəm ki, qarşımdakı insana niyə bunu istəyirəm? Qarşımdakı insandan niyə bunu istəyirəm? Bu hər nə istəmişdiniz qarşınızdakı X adlandırdığınız şəxsdən.
Bu məsəl üçün də deyil. Nə istəmişdinizsə. Mən əgər özümü başa düşmürəmsə, istədiyim şeyi başa düşmürəm. Bəlkə də o istədiyim şeyi cəmaət deyir, filan psixoloq deyir deyə, bacımın yoldaşı belədir deyə, anama görə, atıma görə istəyirəm. Həqiqətən də bəlkə də mənə lazım olan orada pul deyil, sevgi deyil, anlayış deyil, empatiya deyil. Amma mən hələ ki bunu başa düşəcək fərqindəlikdə deyiləm. Amma mən israrla nə edirəm? İstəməyə çalışıram. Deyirəm yox, mən istəyirəm və başlayıram konflikt yaratmağa. Başlayıram özümü dəyərsiz hiss etməyə. Başlayıram, nə bilim, tarota gedirəm, spirituallığa baş verirəm. Gündə 15 dəfə affirmasiya deyirəm. Nə bilim, başlayıram nələrsə etməyə ki, qarşımdakı insanı dəyişim. Bu X adlı şeydən axı mən istəmişdim, sevgidir, dəyərdir, puldur, hər nədirsə istəmişdim və o insan mənə onu verməyəndə başlayıram üçüncü alternativ şeylərə atmağa. Ümumiyyətlə çox az insan psixoloqla işləməyə üstünlük tutur. Niyə görə? Çünki psixoloqla işləsə gerçəkləri görməlidir. Psixoloq sənə gerçəkləri göstərir. Amma digər spiritualdır, tarotdur, əlaqəsiz elm və sübut olunmamış elm sahələri səni aldadır. Yəni səni bir növ illüziyalarda saxlayır. Düzdür, bu yolla da şəfalığa gedən var, amma düzgün işləyən mütəxəssislə gedə bilərsiniz. Amma psixologiya sənə gerçəyi göstərir. Mən də indi sizə bu webinarda biraz gerçəkləri göstərəcəm. İncidici ola bilər. Siz inciyə bilərsiniz, amma gerçəkləri görmək zamanıdır. Çünki həyat bizə nə deyir? Həyat deyir ki, mən illüziyayam, səni aldadıram. Amma sən özünü tapanda, yəni özün olanda, sən başa düşürsən ki, əslində həyat bir illüziyadır. Və mən gerçəyi görməyi seçirəm. Yəni ümumiyyətlə mən çalışıram artıq indən belə kontekstin bu cür şəkildə getsin ki, sizlə gerçəkliyi işləyim. Gerçəkliyi mən görə bilim, mən suna bilim. Deməli, mən qarşı tərəfdən nə istəyirəmsə, ala bilməmişəmsə, istəyirəm özünüzə sual verin. Bu şey həqiqətən mənə lazımdır deyə istəyirəm. Yoxsa qarşı tərəfdən istədiyim bir şey kiminsə acığına görədirmi, anama atama görədirmi, el aləmə görədir. Baxın, bu fərqindəliyi özünüzdə bir danq eləsin. Əgər başa düşsəz ki, anlasaz ki, əslində bəlkə də ondan istədiyiniz şey sizə lazım olan şey deyil, onda istəyirəm özünüzə belə bir sual verəsiniz. Çox sadə bir sual. Mənim ehtiyacım nədir? Mənim ehtiyacım nədir? İnsan öz ehtiyacını başa düşməyəndə qarşıdakı insanın ehtiyacını da anlamır. Düzdür, webinardan sonra biraz manipulyasiya alata bilərsin, amma manipulyasiya çıxış yolu deyil. Ümumiyyətlə, bir insandan istədiyiniz bir şey almaq istəyirsinizsə, birinci növbədə öz ehtiyacınızı başa düşməlisiniz. İkinci növbədə qarşıdakı insanın ehtiyacını başa düşməlisiniz. Məsələn, bunu belə izah edə bilərəm. Tutalım ki, mən psixoloqa, mən başa düşürəm ki, müştərinin ehtiyacı var asılı münasibətdən çıxmağa. Və siz də başa düşürsünüz ki, aha, bu psixoloqun da ehtiyacı var ki, mənə bunu sunsun. Məsəl üçün deyirəm. Və yaxud da ki, münasibətlərdə mənim tutalım ki, ehtiyacım var, deyək ki, sevgiyə, qayğıya, dəyərə, amma qarşımdakı insanın sevgiyə, qayğıya, dəyərə ehtiyacı yoxdur. Sadəcə nəyə ehtiyacı var? Sadəcə ehtiyacı var ki, mən ona pul verim. Yəni ehtiyaclar üst-üstə düşməyə bilir. Birimiz sevgi istəyəndə birimiz pul istəyirik. Birimiz etiraz istəyəndə birimiz sevgi istəyirik. Birimiz gəzmək istəyəndə birimiz məsəl üçün deyək ki, yatmaq istəyirik. Amma o ehtiyacları görə bilməyəndə bir-birimizə verə bilmirik. Çünki ego var. Ego deyir ki, yox, mənim istədiyimi verməlidir. Amma yox, o nə istəyir? Onun istədiyini ona verirsənmi? Yaxın, baxın, istədiyim hər nədirsə, bu partnyor adlandırdığım şəxsdə mən ona bunun istəyini verirəmmi? İnsan nə zaman duyğusal asılığa düşür? Bu çox vaxt manipulyasiyalarda olur. Məsəl üçün deyək ki, biri sizə gəlib deyir ki, sən mənlə ailə həyatı qursan, Dubayda yaşayacaqsan, işləməyəcəksən, mən sənə filan şey edirəm, behman şey edirəm, vəd, ümid, hər şey yaxşı olacaq, döz, səbirli ol. Səni bir növ belə şey deyir də, qarmaq cümlələr. Addım yoxdur. Bu arada addım yoxdur. Yəni burada qarışdırmayın. Bəzi insanlar ola bilər ki, həqiqətən addım atır, amma alınmır, bu başqa. Amma addım yoxdur, boş-boş danışır. Yəni, bu qadın da kişi də ola bilər, boş-boş danışır. Maşın alım, hər şey yaxşı olacaq. Bir dənə ev düzəldim, bomba olacaq. Sənə filan şey edəcəm, sənə qızıl alacam, brilyant. Amma danışır, səni salır asılığa. Ortaya gələndə amma hərəkət yoxdur. Və səndən istədiyi şeyi alır. Məsələn, mən bunu biraz çirkin variantda deyəcəm. Səndən etiraz istəyir. Səndən etirazı almaq üçün sənin ehtiyacını bilir. Kişilərdə ümumiyyətlə biraz məntiq daha güclüdür qadınlarda. Başa düşür ki, bu qadına mən bir dənə 3 dənə vəd verim, sənə qızıl alacam, aşkım, hər şey yaxşı olacaq. Vəsiyon, sənə qızıl alacam, aşkım, səni sevirəm. 3-4 dənə cümlə dedi. Qadın kişiyə inanır və kişi artıq ona lazım olan ehtirası alır və səhərsi gün kişi qost olur, yox olur,
Tərk edir, rədd edir, saymır. Qadın başlayır əsəbləşməyə ki, bəs mənə söz vermişdi. Nə oldu sənə? Nə oldu? Baxın, duyğusal asılılıq budur. Birinə söz verirəm, vəd verirəm, onu inandırıram ki, 100% eləyəcəm. 100% eləyəcəm. Amma eləmirəm. İstədiyimi alıram, sonra eləmirəm. Bu bilirsiniz nəyə oxşuyur? Uşağa deyirəm ki, sənə konfet alacağam, özünü yaxşı apar, nə bilim sənə marojna alacağam, özünü yaxşı apar, mənim istədiyimi ver. Məsələn, özü ağıllı apar. Uşaq özünü ağıllı aparır və qarşılığında gözləyir ki, tamam mən ona konfet alacağam, amma almıram. Mən indi sual vermək istəyirəm. Hansı etapda valideyniniz sizə vəd verib, o vədləri və sözləri tutmayıb ki, həyatınızdakı kişi partnyoru və yaxud da ki, qadın partnyorundan duyğusal asılığa düşürsünüz. Duyğusal asılığı belə kobud dillə izah eləsəm də məncə çoxunuza aydın oldu. Duyğusal asılılıq nədir? Kimsə sizə vəd verir, söz verir, siz ona inanırsınız, güvənməyi seçirsiniz və onun istədiyini ona verirsiniz. Həmən insanın əlində nə olursunuz bir növ? Manipulyasiyaya məruz qalırsınız. Və sağlam olan nədir? Sağlam olan bax budur. Əzizim, həyat yoldaşım, mənim ehtiyacım var ki, misal üçün, sən mənə gündə 3 dəfə zaman ayırasan. Tutalım derim. O da deyir ki, mənim də ehtiyacım var ki, sən məndən xoş dillə danışasan. Mən onun ehtiyacını verirəm, o da mənim ehtiyacımı verir qarşılıqlı, birə-bir. Nə mən çox vermirəm ona qayğı, sevgi, dəyər, nə də o çox mənə eləmir. Qarşılıqlı alma vermə. Ümumiyyətlə qarşılıqlı olmayan hər bir şey bir gün bitişə məruzdur. Ümumiyyətlə mənim çox gözəl belə bir sxemim var. Çox güman ki, mən o PDF-ni hazırlasam, ödənişsiz şəkildə sunmayacağam, ödənişli şəkildə sunacağam. Çünki niyə görə? Gələcəkdə layihələr sırasında var elə bir addım. Çünki mən orada elə bir şey yaratmışam ki, toksik olan bir şey mütləq ki bitir. Nə qədər özünü aldatsan da bitir. Məsələn, deyək ki, məsələn buna bir punkt götürə bilərik ki, əgər sənin həyatında davamlı rədd edilirsənsə, tərk edilirsənsə, daha doğrusu sən deməyək, ümumiyyətlə münasibət götürək, tərk edilmə, rədd edilmə, qost olma, saymamazlıq, hörmətsizlik, dəyərsizlik, yetərsizlik, sevgisizlik, hər nə varsa sənin münasibətində, onlar həllini tapmırsa bir gün bitişə məruz qalır. Ya davı qırğın olur, ya ayrılıq olur, ya toksiklik olur, nəsə olur, qırılma baş verir, əzizlərim. Qırılma. Yəni toksik olan hər bir şey mütləq bitməyə məhkumdur. Bitməsən aslı. Ayrılır, onu da bilmirəm. Tərk edir, onu da bilmirəm. Yoxa çıxır, onu da bilmirəm. Bəlkə belə etsəydim. Kaş belə elədi. Ay gedim bir dənə gül yağı da sürtüm, dişil enerjim artsın. Özünüzü aldatmayın. Reallığa qayıdın. Dişil eril enerji psixologiyada yoxdur. Bu spiritualizmin uydurduğu bir şeydir. Psixologiyada daxili qadın və daxili kişi obrazı ilə iş var. Carl Jung'dan baxa bilərsiniz, elmi əsaslı daxili qadın və daxili kişi obrazı. Bu da bizim hara gedir, çıxır. Uşaqlıqda ana və atamızın şuuraltı sxemlərindən qidalanma ilə. Bu mövzu tamam ayrı bir mövzudur. Buna da maraqlanmaq istəsəz, YouTube-da anata mövzusuna, yəni könül babaşsahidə anata mövzusu yazsaz, istənilən halda çıxacaq kontekst, oradan o sxemlərə giriş eləyə bilərsiniz. Reallıq və illüziya. Gəlin baxaq görək nədir? Baxın, reallıqda bu insan sizə addım atmır. Reallıqda bu insan sizə hədiyyə almır. Reallıqda bu insan sizə zaman yaratmır, sevgi vermir, dəyər göstərmir. Və sən başlayırsan, bəlkə birdən, bəlkə ya özünü günahlandırırsan, ya da ki, bilirsiniz necə olur? Ya da ki, qarşı tərəfi şey edirsiniz də, necə deyim, ideallaşdırırsınız ki, yəni o qədər dəyər verirsiniz ki, amma sizin ehtiyacınız həmən nəzərə alınmır. Yəni reallığı inkar edirəm, beynimdə bir dənə obraz yaradıram. Məsələn, beynimdə bir dənə belə bir obraz yaratmışam ki, məsəl üçün, reallıqda bunu görmürəm ha bu arada. O çox yaxşıdır, ağıllıdır, mənə qayğı göstərir, diqqət verir, gözlənti. Gözlənti qoyuram. Həmən insana gözlənti qoyuram, həmən insana ümid qoyuram, həmən insana potensial baxıram, həmən insanla gələcək qururam, amma reallıqda bu davranış olaraq yoxdur. Amma sən beynində qurmusan. Və sabahsı gün həmən insan gəlib sənə hədiyyə almayanda, sənə pul verməyəndə, sənə zaman ayırmayanda, sənə sevgi verməyəndə, sənə dəyər verməyəndə, sən bilirsən nə deyirsən həmən insana? Məsələn deyir. Sən deyirsən ki, niyə eləmirsən? O da deyir ki, mən beləyəm. Amma belə olduğunu əvvəlcədən bəlkə sənə davranışlarınla, dediyi sözlərlə göstərmişdi, amma sən görməməyi seçmişdin. İllüziya. Aslı münasibətə insan o halda düşür ki, mən illüziya quram. 1. Özümü anlamıram. 2. Duyğusal asılıqdayam. 3. Reallığı inkar edirəm, illüziyanı seçirəm. İllüziyalara aid də video var YouTube kanalında, ona da baxaq. İllüziya nədir? Mənim real həyatım o qədər ağır və acılıdır ki, mən özüm üçün bir dənə illüziya yaradıram ki, reallığımı görməyim.
Başa düşdünüz nə demək istəyirəm? Bir də təkrarlayıram. Mənim həyatım o qədər acılı və ağrılıdır ki, mənim illüziyaya ehtiyacım var. Yəni xəyala ehtiyacım var. O xəyalı yaradıram ki, mən reallığı görməyim. Sərhədlər və öz dəyər. Çox vaxt asılı münasibətə düşən insanların demək olar ki, əksəriyyətin dəyər səviyyəsi aşağıda olur. Ümumiyyətlə bu paternlə daha çox uşaqlıq sxemləri ilə əlaqəlidir. Mən istəmirəm bu mövzu uşaqlığa, valideynlərə çox girim. Fokusu bacardığım qədər indiki yaş dövrünüzə verirəm. Çünki mən sizə qarmaq cümlə də atıram ki, YouTube-da da digər videolar var. Yəni bu nə reklam deyil, nə bir şey deyil. Həqiqətən ödənişsiz baxıb belə nə qədər şey öyrənəcəyiniz videolardır. Həqiqi mənada deyirəm. Qoşulun baxın. Baxın, sərhəd nədir? Sərhəd odur ki, mən nəyisə yox deyə bilmirəm, nəyisə də hə deyə bilmirəm. Çünki özümü başa düşmürəm. Fokusum özüm deyil. Fokusum anamdadır, atamdadır, qardaşımdadır, partnyorumdadır. Fokus özümdə deyil. Fokus hamıdadır. Fokus hər kəsdədir. Amma fokus özümdə deyil. Mənim sərhədim yoxdur. Kimsə məndən ürəyi istədiyi vaxt cinsəlik eləyə bilər. Kimsə məndən ürəyi istədiyi vaxt pul qopara bilər. Kimsə ürəyi istədiyi vaxt məni saymaya bilər, dəyərsizdir və mən aqressiya keçirirəm. Niyə insanlar mənə istədiyim kimi yox, istəmədiyim kimi davranır? Başlayıram ətrafa. Ümumiyyətlə, bizim çöl dünyamızda baş verən hər nədirsə, bizim daxilimizdən çıxır. Və öz dəyərim nə olur? Öz dəyərim düşür aşağı. Öz dəyər nədir? Ümumiyyətlə, qısa bir dənə, buradan bir dənə haşiyə çıxım. Uşaq vaxtı çox vaxt kasıb ailələrdə böyüyən insanlar, yəni kasıb nə deyim, bunu necə adlandırmaq istəyirəm? Maddi cəhətdən kasıb. Məsələn, tutalım ki, evdə yemək problemi olan, ata-ana işsizlikdən çəkən, kirayəyə qalan, mən daha həssas insanları deyirəm. Valideyn başlayır uşağa neynir? Məcburdur da, evdə çörək yoxdur. Məsələn deyirəm, indi Lori dilə deyirəm, evdə çörək yoxdur, yemək yox. Başlayır uşağa yalan deməyə. Atan işə düzəlsin, amma elə bir şey yoxdur da. İndi uşağa elə deyir ki, özünü pis eləməz. Ata işə düzəlsin, sənə velosiped alacaq, səni məktəbə aparacaq. Məsələn, biz evdə aş bişirəcəyik, qonaqlar gələcək. Belə başlayır uşağa xəyallar verir, stimul verir. Əslində valideyn bunu yaxşı niyyətlə eləyir. Burada valideynləri günahlanır. Və uşaq başlayır ilk dəfə illüziyanı orada öyrənməyə, xəyal dünyasını. Və bu sxemi başa düşməyəndə gəlir çatır 20 yaşına, ya 25 yaşına, ya 30 yaşına ailə həyatı quranda başlayır, məsələn atıram, qarşısına çıxıb tutan bir dənə oğlan və yaxud da ki, bir dənə qız. Başlayır uşaqlıqda axı mama papa öyrətmişdi ki, yaxşı mən dedi ki, pis bir şey varsa mütləq yaxşısı gəlir, malalamaq. Başlayır o insanın pis cəhətlərini də görsə də malalamağa və o insanı seçməyə. Sonra evləndən sonra deyir, axı sən belə deyildin. Amma sən axı real şəkildə onu dəyərləndirməmişdin. Və bu cür olan halda daha çox bu ailə sxemindən gəlir. Bunu çox gözəl şəkildə 13 dəqiqəlik videoda səhv eləmirəm, YouTube-da izah eləmişəm. İllüziyalar döngünü sındır, döngünü qır 2 addımda. O hissəsinə baxarsınız, daha sizin üçün faydalı olacaq düşünürəm. Buraxmaq. Və ümumiyyətlə sağlam insanlar, yadınızda saxlayın, mənim əzizlərim. Sağlam insanlar həyatda itirməyi də bacarır, buraxmağı da bacarır və qəbullanmağı da çox gözəl bacarır. Siz düşünə bilərsiniz ki, kimsə maşın sürürsə, evi varsa, nə bilim, sizə görə kimsə maddi imkanlıdırsa, o istədiyi həyatı, məsələn, istədiyi insanı seçib, istədiyi evi xeyir. Bəzən həmin o insanlar sevdiyi evi belə buraxıb, sevdiyi insanı belə buraxıb, sevdiyi işi belə buraxıb ki, yenisi gəlsin. Amma məsələ nədir? İllüziyada olan insan, aslı münasibətdə olan insan görür ki, bu şey ona ziyandır, bu şey onu incidir, bu şey onu aqressivləşdirir. Hər dəfə mən o insanın yanında özümü dəyərsiz hiss edirəm, hər dəfə mən narahatam, hər dəfə mən gərginəm, hər dəfə məndə problem yaranır, amma mən onu buraxa bilmirəm. Çünki niyə? Çünki özümü anlamıram, çünki emosional asılıqdayam, çünki reallığımla illüziya qarışıb bir-birinə, çünki mənim sərhədlərim yoxdur, çünki mən buraxa bilmirəm. Keçmiş də nədir? Keçmiş odur ki, burada sizin baxmaq lazımdır. Ümumiyyətlə, asılı münasibətlərdən çıxış texnikasını paylaşanda belə bir şey olacaq. Bir də bu texnikanı əldə etmək istəyirsinizsə, indi 24 saat ödənişsiz sunacam. Bu texnikanı və daha dərindən belə özlərinizdə işləmək istəyirsinizsə, Qadın Kişi Münasibətləri adlı mənim bir belə deyək, Telegram kanalım var, Maqnetizm klubu. Oradan A-dan Z-yə 3 dənə texnika paylaşmışam, işləyə bilərsiniz dərindən, praktik şəkildə üzv ola bilərsiniz. Yəni o kanala istəsəz. Yəni bu YouTube-dan baxan iştirakçılar üçün də deyirəm ki, sonradan baxacaqlar, Maqnetizm klubuna üzv olaraq o texnikanı əldə edə bilərsiniz. Sizə çox rahatlıq verəcək. Keçmiş və travma bağı nədir? Mən hansı valideynimin proyeksiyasını indiki partnyoruma verirəm? Belə bir praktika eləmək olar. Mən çalışacağım bunu Instagramda da paylaşım ki, çox insan fayda götürsün. Partnyorunda nəyi bəyənmirsən?
Partnyorda nəyi bəyənmirsən? Tutam deyirsənsə ki, o aqressivdir. Tutam xarakter olaraq, məsələn, o məsəl üçün tənbəldir, məsuliyyətsizdir, bəlirsizdir, yox sayır, rədd edir, nə bilim, inciməyin, güzgünü özünüzə tutun. Həmin o partnyorunuzda nəyi bəyənmirsiniz, inciməyin. Güzgünü özünüzə tutun. Bu mənə nəyi göstərir? Mənim daxilimdə olmayan şey mənim çöl dünyamda ola bilərmi? Xeyr, o aqressivdirsə, deməli mənim də içimdə aqressiv olan tərəfim var. O tənbəldirsə, deməli mənim də içimdə tənbəl olan tərəfim var. O məni rədd edirsə, deməli mənim də içimdə rədd edən tərəf var. Qarşı tərəfdə nəyi bəyənmiriksə, nəyi sevmiriksə, əzizlərim, o bizdə də var. Buna kölgə tərəflər deyir. Bunu da Maqnetizm klubda geniş şəkildə işləmişəm. Bu bizim kölgə tərəflərdir. Bunları qəbul edəndə bizim aqressiv səviyyəmiz düşür, bastırılmış duyğularımızı rahat şəkildə buraxa bilirik. Yəni, travma bağlanması da məhz buradan gəlir. İndi gəlin baxaq fərqli baxış. Bura qədər aydın oldu yəqin ki, sizə çalışacağım bu texnikanı fərqli formatda Instagramda paylaşım və siz buradan fayda götürə biləsiniz. Əgər tətiklənmə, məsələn, tutam ki, Leylanı görürəm, həmən an məndə aqressiya yaranır. Əbdülü görürəm, özümü dəyərsiz hiss edirəm. Müdürümü görürəm, həyatıma nifrət etmiş hiss edirəm. Aysını görürəm, nə bilim, xəyanətə məruz qalmış kimi hiss edirəm. Nə bilim, könüllü görürəm, özümə bədbəxt hiss edirəm. Əgər kimə baxıramsa, nə hiss edirəmsə, o doğrudur. Orada tətiklənirəm. Və bu bizə sual vermək lazımdır. Bu tanış ağrıdırmı? Yoxsa mənə daha yaxşı təsir edirmi? Bir də aslı münasibətlərdə də belə bir şey var. Bu sevgi olmur. Bu bizdə hansısa bir yaranı tətikləyir, buraxa bilmirik. Buranı yaxşı dinlədinizsə bu hissəni, başa düşdünüz artıq ki, mən nə deyirəm. Məsələn, tutam ki, biri sənə deyir ki, səni sevirəm, sənə qızıl alacağım, sənə vəd verir, ümid verir də, yəni belə Lord dedirsə, basır bağlayır Lord də, tətikləyir səni. Nə deyil bu? Sevgi deyil. Bəs sevgi nədir? Sevgi mənim dediyim sözlə etdiyim davranış üst-üstə düşüb, məni emosional olaraq ehtiyacımı ödəyən və iki tərəfin qarşılıqlı zəhmətinlə formalaşan bir duyğudur. Çox vaxt bizim dopaminə ehtiyacımız olur. Müvəqqəti həzlərə, müvəqqəti sözlərə, müvəqqəti vədlərə, amma bizə reallıq lazımdır, işləyək. Closure illüziyası. Kimdənsə ayrılırsınız, bitirə bilmirsiniz. Düşünürsünüz ki, mənə son dəfə yazsaydı, mən ona filan sözü desəydim, bitirərdim. Və yaxud da filan addım atsaydı, filan şey desəydi, rahat şəkildə bitirərdim. Heç vaxt olmayacaq. Bəzi şeylər yarımçıq bitir, gestalt tamamlanmır. Mümkün deyil, əzizlərim. Bu necə baş verir? Mən deyirəm ki, tutam ki, atıram, X adlı bir şəxslə ayrılmışam. Deyirəm ki, X adlı bir şəxslə axı ayrılmışam. Deyirəm ki, kaş ki, mən ona filan sözləri deyərdim. Buna aid də texnika eləyərik sizlə. Amma hər biri fərqli. 2 dənə texnika çıxartdım artıq. Bunu Instagramda paylaşacağam. Instagram səhifəmə atıram qruplara, qoşula bilərsiniz. X adlı şəxsə bunu desəydim, içimdə qalmaz da, belə olmaz da, ya mənə yazsaydı. Tamamlama. Bəzi insanlar gedir və heç nə deməməyi seçir. Bəzi insanlar heç vaxt geri dönmür. Filan kəsin peşman olmasını gözləyirsiniz, o da baş vermir. Kaş ki deməsini gözləyirsiniz, bu da olmur. O yarımçıq qalır. Çünki sənin beynindədir o illüziya. Bu illüziya sənin hansısa valideyn travmanı tətikləyir, ana yata. Ona görə məsələn, mənə yazırlar, müştəri yazıb. İndi müştərilərə siz də mənim şəxsimə yazsaz, yəni WhatsApp nömrəmə yazsaz ki, salam Könül xanım. Mənə necə kömək ola bilərsiniz? Və yaxud da ki, mən sizdən fərdi seans götürmək istəyirəm. Və yaxud da ki, mənə yazsaz, prosta deyirəm ki, sizin hansı şəxs inkişaf proqramınız var ki, qoşulun. Mən avtomatik sizə bu sual, məndən sizə avtomatik 3 dənə mesaj gələcək. 3 dənə mesaj. Onu təzə yaratmışam. Birinci növbədə sən fərdi seans istəyirsənmi? İkinci növbədə sən psixoloji kanala qoşulmaq istəyirsənmi?
Yoxsa pulum yoxdur deyirsənsə, ödənişsiz video izləmək. Çox vaxt insan pulum yoxdur, imkanım yoxdur, o zaman YouTube kanalı. Zəhmət çək, işlə, ən azı ödənişsizdir də. Yəni YouTube kanalını aç, izlə, bax, öyrən. Amma yox, sənin maddi imkanın var, amma düzgün mütəxəssislə işləməksən, düzgün yerdəsən, o mənəm. Mənlə işləyə bilərsən. Çünki niyə? Mən ilk 10 dəqiqəni sənə ödənişsiz gedirəm və sənə göstərirəm ki, sənin özünə göstərirəm ki, sənlə nəyi necə işləyə bilərəm. Və sən onu görürsən və sən başlayırsan mən. Niyə görə məsələn mən YouTube videosu çəkirəm və yaxud da ki, ödənişsiz vebinarlar edirəm, bu qədər şeylər, videolar paylaşıram. Çünki mən göstərmək istəyirəm ki, sən düzgün mütəxəssisləsən, düzgün yerdəsən. Düzgün də nəticəyə gedəcəksən. Amma yox, bir çox insan deyir ki, mənə maraqlıdır ki, şəxsi inkişaf proqramı, mən qoşulum texnika eləyim, yəni meditasiya eləyim, yəni şuuraltı mənə çalışmalar verilsin, o da superdir. Ona da qoşulub öz üzərinizdə polnu işləyə bilərsiniz. Potensial sevgi, özünü itirmə nöqtələri. Bəzi insanlar özünü itirir. Kimsə bir dənə pulunu çıxaran kimi, füsyon, qız özünü itirdi. Ay, əridi getdi. Nə bilim, bəzi kişilərə qız bir dənə açıq-saçıq giyinən, ay, getdi, özündən getdi. Sən özümü tanı ki, mən harda özümü itirirəm? Nə baş verir ki, özümü doğru dilizm, aldadıram, aldatmağı seçirəm. Bir səmimi ol özündən. İtirmə nöqtələrini düşün istəyərəm. Ümumiyyətlə bu webinar çox maarifləndiricidir və çox fərqindəlikdir. Yəni mən hətta sizin yerinizə olsam 2-3 dəfə baxaram, bir dəftər tutaram, bir ən azı ödənişsiz, mini ödənişsiz öz üzərimdə çalışmağa başlayaram ki, görüm məndə nə yayınır da yəni. Enerji balansı. Həyatımdakı bir şey yadınızda saxlayın. Həyatımdakı bir insan. Həyatımdakı bir insan fərqi yoxdur. Müdürümdür, padruqamdır, dostumdur, anamdır, atamdır, partnyorumdur, kimdir? Bunun heç bir fərqi yoxdur, əzizlərim. Bir insan mənim enerjimi alırsa, o insan mənə uyğun insan deyil. Mən özümü bir yerdə uyğunlaşdırıram. Və yaxud da ki, mənə uyğun insan olsa da ikinci variantda, hardasa mən sərhədim yoxdur, yox deyə bilmirəm, standartımı qoya bilmirəm, ehtiyacımı deyə bilmirəm. %99%, hətta 89% deyim, 11%-in haqqını deyim. İnsan ehtiyacını deyə bilmir. Mənim pula ehtiyacım var, mənim gəzməyə ehtiyacım var, mənim sənə ehtiyacım var. Çox vaxt çoxumuz bunu deyə bilmirik. Deyə bilmirik. Bunu deyə bilmirik. Və nəticədə itirməməyə görə qorxuruq ki, mən onu itirərəm, o məni rədd edər, başlayıram özümü, nə bilim, onu uyğunlaşdırmağa. O məni görər, anlayır. Belə boş-boş özüm üçün xəyallarda yaşayıram, asılıqda yaşayıram. Ona görə enerjinizə baxın. Mənim kimlər enerjimi alır, bir dəftər tutun. Mən nələrə çox enerji verirəm, amma onlar mənə enerji vermir. Bu nöqtələri işləmək lazımdır. Bədən siqnalları. Bu haqda da dünən video paylaşmışam. SOS bədən siqnalları vebinarlar qrupuna da atmışam. Siqnal yazıb YouTube kanalında da baxa bilərsiniz. Ən yaxın padruqamla paylaşmışam. Bir şey sizin ürəyinizcə deyilsə, sizi narahat edirsə, sizi sıxırsa, sizi boğursa, sizi incidirsə, sizə narahatlıq, təşviş gətirirsə, o şey düzgün bir şeydir. Özünüzü dinləyin, bədəninizi dinləyin. Əsas həmən insanın yanında durursunuz. Qorxa-qorxa həmən insanın yanındasınız. Belə sevgi mi olur həqiqətən? Özünüzü niyə aldadırsınız? Gəlin bir psixoloqla işləyin, həll eləyin. Qərar verin, bu insanı seçirəm, yoxsa seçmirəm. Həyat tək bir insandan ibarət deyil. Ən əsası özümüzü seçək. Özümüzü seçmədiyimiz müddətcə davamlı hansısa bir kişidən, hansısa bir qadından asılı oluruq. Tək qalmaq qorxusu da çox vaxt asılığa gətirir, çıxarır. Çünki insan düşünür ki, ayrılsam etsiz olacaq, maşınım olmayacaq, pulum olmayacaq. Özünüzü nəyəsə görə asılı salmayın. İşsizsinizsə iş tapın. Sevgiyə ehtiyacınız varsa, məsələn, ən gözəl bir şey özünüzə yatırım edin. Bir kitab alın, nə bilim, bir kofe için, özünüzə bir paltar alın, bir psixoloqa yazılın, bir şəxsi inkişaf proqramına yazılın. Və çox vaxt insan seçilmək istədiyi üçün asılı münasibətə girir. Məni gör, məni sev, məni seç. Uzun sözün qısası. Uzun sözün qısası. Uzun sözün qısası. Mən özümü. Mən də texnikanı atacağım sizə, YouTube kanalında eləyəcəksiniz. Yəqin ki, sabah atacağım. Artıq qrupa təqdimat eləyəcəm ki, biraz da insanlar zaman qazansın. O texnikanı eləyəndən sonra siz təqribən mənə başa düşəcəksiniz ki, mən nə demək istəyirəm. Əgər sizə indi çətinlik gəlirsə. Mən tək qalmayım deyə, mən rədd edilməyim deyə, mən yox sayılmayım deyə nə edirəm və mən seçilim deyə dözürəm. Sevilim deyə dözürəm, dəyərli olum deyə dözürəm. Qarşımdakını tutub yapışmışam. Uzun sözün qısası, hansı valideynimi öz partnyoruma proyeksiya edirəm? Mən sizə ilk başdan nə dedim?
Nəyi istəyib hələ də ala bilməmisən? Nəyi istəyib hələ də ala bilməmisən? Sevgi, qayğı, nə istəmisənsə, sualım odur. Hansı valideynindən onu ala bilməmisən ki, indi həyatındakı kişidən və qadından onu istəyirsən? Bir də deyirəm, nəyi istəyib hələ də ala bilməmisən partnyorundan? Sual verirəm. Hansı valideynindən hələ də onu istəmisən uşaq vaxtı ala bilməmisən? İndi partnyor və proyeksiyası kimisə sənə borcu yoxdur. Okay. İndi mən sizdən bu gün aslı və bağımlı münasibətlərin deməli vebinarını elədim sizlə. Düşünürəm ki, çox maraqlı oldu və sizdə biraz sual və maraqlı fikirlər yarandı. Suallarınız olsa yazın. Amma bu son deyil. Çalışacağım Instagram canlı yayımlar edim və ödənişsiz fərqli vebinarlar edeyim. Amma mən indi sizə bir şey göstərmək istəyirəm. Düşünürəm ki, çox gözəl şəkildə sizdə alınacaq bu proses. Deməli, okey. Mənim mənəvi həyatlar kanalım. Bu kanal ümumiyyətlə bir psixoloqla işləmək yerinə 1 illik terapiya proqramını belə deyə əhatə eləyir. Birinci modul səninlə terapiyadır. Ümumiyyətlə bu proqram hər biri 2025-ci ildə ərzində 1 il ərzində yazılıb. Yəni mən tərəfindən yazılıb. Müəllif hüquqları qorunur. Meditasiyalar var, texnikalar var, çalışmalar var, podkastlar var. Ancaq podkast və audio şəklindədir. Qapalı Telegram kanalını göndərirəm. Siz işləyirsiniz özlərinizdə. Proqram ümumiyyətlə 2 ay ərzində bitirməlisiniz, amma siz istəsəz 1 ayda bitirə bilərsiniz və yaxud da ki, sizin yəni vaxtınız və zamanınız var. Və qeyd edim ki, proqram ağırdır. Çünki özünüzlə çox üzləşəcəksiniz. Əgər sizdə ağırdısa qoşulmayın. Amma yox, deyirsinizsə ki, hə, mən biraz daha da öz üzərimdə işləmək istəyirəm, o zaman sizə tövsiyə edirəm. Yazın mənim əlaqə nömrəmə, WhatsApp nömrəmə 050 821 46 23. Yazın, mən sizi yönəldim. Modul 1-də mən danışıram ana-ata duyğuları ilə iş, uşaqlıq travmaları, dəyərsizlik, günahkarlıq, güvənsizlik, imgə terapiyası ilə praktik texnika, imgə terapiyasında necə özümüzdə də şuuraltı işləyə bilərik, yetərsizlik duyğusu, tərk edilmə, rədd edilmə, sağlam uşaq böyütmək, münasibətlər, sərhədlər, balans, praktik, ən əsası dərindən ana-atan işləyirəm. Sonra modul 2, ya bunların hamısı bir kanaldadır. Öz sevgi. Öz sevgiyə keçənlər ümumiyyətlə həyatlarını dəyişən insanlardır. Mənim hətta bir dənə 45 yaşlı pasiyentim var idi. 45 yaşlı pasiyentim. O 45 yaşına kimi çox psixoloqla olmuşdu. Son 6 ayda məndən işlədi. İlk dəfə mən yaradanda səninlə terapiya yaratmışdım. Qoşuldu. Ona 3 ay sonra keçdi, gəldi öz sevgiyə qoşuldu. Öz sevgidən sonra xanım çox dəyişib. İndi hər Instagramda postumun altına yazır ki, çox sağ olun, təşəkkür edirəm. Mən də onu highlight edib ən başa tıklamışam. Mən çox sevinirəm. Öz sevgi vəbşə, manipulyasiyalar. Yəni sizə qarşı olunan bütün manipulyasiyaları bilirsiniz. Ən əsası burada baxın, illüziyalardan çıxış. Ego, egoistlik və egoluğu konkret olaraq yenirsiniz. Burada da hər mövzuda mən anlatıya yer verirəm. Hər mövzuda mən daxili uşaqla işə yer verirəm və emosional ehtiyacım onu tapmaq, sevgi, qayğı, dəyər, diqqət mən necə tapım? Yəni bu çox yaxşıdır ki, əslində özünüzlə işləyə bilirsiniz. Sonra da istəsəz psixoloqla davam edə bilərsiniz və mənə də sualınız olanda WhatsApp-a yazıb soruşa bilirsiniz. Sərhədlərimiz üzərimizdə iş, pasiv-aqressiv davranışlar, aslı münasibətdən çıxış, yalançı münasibətlər və onların həlli, itirmə qorxusu və həll yöntəmi, empatik sərhədlər, yetərsizlik duyğusu, travmatik bağlanma analizlər və s. Modul 3 münasibətdə uğursuzluq sxemi. Bu 2025-in oktyabr ayında mən çıxartmışdım. Burada çox insan qoşulub. Hətta bura qoşulan bir xanım belə o qədər proqram ona görə ağır gəlib ki, mənə dedi ki, hələ mən bunu həzm eləyə bilmirəm ki, mən keçim o birinə, hansısa birinə keçəcəkdi, yadımdan çıxıb. Mənəvi həyatları keçmək istəyirdi. Yəni o ikisini almayıb, bunu alıb. Bunlar əvvəl ayrı-ayrı mən belə deyək də, hər ay elə bir ki, marafon şəklində eləyirdim, insanlar qoşulurdu. Sonra bundan hamısını, üçünü də yığdım, geniş bir dənə kanal yaratdım, mənəvi həyatlar. Yəni, üçü bir aradadır artıq. Düşünün, burada məsuliyyət duyğusu, şuuraltı ana vaxta 100%, toksik münasibətdən necə çıxa bilərəm, həyatımda istədiyim kişini necə seçə bilərəm, münasibətdə uğurlu anlayışını çox yerdə eşitmişsiniz, amma uğursuzluq anlayışını mən gətirdim ki, mən uğursuz olduğumu qəbul edim bir yerdə. 4 etaplı kişini yoxlamaq, güvən duyğusu, dəyərlik duyğusu, tərk edilmə, rədd edilmə, bunların üzərində iş gedir. Proqram ödənişlidir və mən qrupa da atacağam ki, siz PDF variantına baxasınız, özünüzü hazır hiss etdiyiniz təqdirdə yazın, hazır hiss etmirsə yazmayın, maraqlana bilərsiniz. Belə. Mənlə necə işləyə bilərsiniz? Mənlə işləyə bilərsiniz bir, fərdi seanslarına, mən sizinlə fərdi seans, yəni fərdi psixoloqunuz ola bilərəm. Bu arada həftəyə çox az pasiyent götürürəm, çox götürmürəm, ona səbəb odur ki, mən dövlət işçisiyəm.
Ona görə onlayn şəkildə yalnız götürürəm, görüntülü danışırıq, həftəyə çox az müştəri götürə bilirəm. Yəni enerjimin çoxunu vermirəm. Plus mənlə işləyə bilərsiniz. Mənim yaratmış olduğum proqramlar, mənəvi həyatlar budur. Maqnetizm klubunda da ancaq münasibətlərdir. İki kanal, ikisi də ödənişlidir. Əgər imkanım yoxdur deyirsinizsə, pulum yoxdur, nə bilim yaşayışım pisdir deyirsinizsə, çox vaxt insanlar yazır. Özümə sərhəd qoymaq üçün birbaşa yönəldirəm YouTube ödənişsiz videoları. Çünki bundan artığını mən sizə eləyə bilmərəm. Düşünürəm ki, yəni ödənişsiz işləmək üçün belə YouTube yaxşıdır. Ödənişi də o insan bilirsiniz necə? Bir insan o şeyə ödəniş verir ki, insan psixoloji olaraq başa düşür ki, mən nə alıram, kimdən alıram və mən necə mütəxəssisdən işləyirəm. Bunu başa düşəndə insan artıq özü şuurlu şəkildə onu eləyir. Başa düşməyəndən sonra mənim deməyimlə o nə isə dəyişmir. Ona görə mən həmişə deyirəm, kimsə nə isə ödənişsiz istəyirsə, webinara qoşulsun, YouTube-u izləsin, amma daha da öz üzərində işləmək istəyirsə, artıq özü addım atsın ki, hə, mən seçimimdir. Belə, görüşərik. Gecəniz xeyrə qalsın. Bəli, video rekord olunub YouTube kanalına yüklənəcək və texnikanı da Telegram kanalına məxfilik adı altında göndərəcəm ki, texnikanı yaymaq olmasın. Yalnız 24 saat ərzində kimsə faydasını götürə bilsə, bu cür. Sağ olun, gecəniz xeyrə qalsın. Sevgi ilə qalın.